pulunda adenin nukleotidlərinin guanin nukleotidlərinə olan nisbəti 2-nin 1 kimidir. Düzdür? Bax, deyir ki, adenin nukleotidlərinin guanin nukleotidləri olan nisbəti 2-nin 1-ə olduğu kimidir. Biz bilirik ki, DNT 2 zəncirdən ibarətdir. Düzdür? O dəqiqə çəkirəm. DNT 2 zəncirlidir. Deyir ki, adenin guaninə nisbəti 2-nin 1, yəni bu bundan 2 dəfə çoxdur. Deməli, bu x-dırsa, bu 2x-dır da bizdə. Düzdürmü? Bax, bura qədər aydındır. Deyir ki, adeninin miqdarı guaninin miqdarından 2 dəfə çoxdur. Demək, bu x-dırsa, bu 2x. Bilmirəm axı nə qədərdir. Deməli, bunun qarşısında da 2x timin olacaq. X nə olacaq? Sitozin olacaq. Düzdür? Vəssalam da. İndi bizə nə deyir? Deyir, bu molekulda cəmi 102 nukleotid var. Gəlin görək nə qədər. Bax, mən buradan buranı götürdüm. 2x plus 2x plus x plus x. Neçə edir? Deyir, 102 nukleotid var. Gəlin tapaq. 4, 5, 6. 6x bərabərdir 102. X nəyə bərabərdir? Bölün görüm. 6-ya bölün neçə edir? 1, 6, 42, 7. X-imin qiyməti neçə oldu, müəllimlər? 17. Düzdür? Mənim X-imin qiyməti oldu 17. X-imin qiyməti 17. Mən də X nəyə vermişdim? Guanin və ya sitozin. Deməli, guaninin miqdarı nədir? 17-yə bərabərdir. Və yaxud da sitozinin də miqdarı 17-yə bərabərdir. Çünki mən X-i 17 tapdım. İndi nə deyir? Deyir, ümumi hidrogen rabitəsinin sayını tapın. Hidrogen rabitəsinin düsturunu necə vermişdim? Hidrogen rabitəsi bərabərdir nukleotid, üstə gəlsin guanin və ya sitozinin sayı. Düzdür? Vəsə, bərabərdir. Nukleotidin miqdarını özü verib da 102. 102 üstə gələk. Guanin miqdarını nə qədər tapdım? 17. Bunu toplana nə qədər eləyir? 119. 119. Cavab A variantı. Aydındır bu müəllimlər. Video koordinatına baxarsınız. İkinci. Bax, nə idi ki bu ikinci sual? Bax, bunda çətinlik çəkəsiniz. 1 saniyə eləyə biləcəyiniz məsələdir. Şifahi hesabladım. O qədər peşman oldum. Ayso, şifahi. Baxaq. Saniyə öyrətdiyim məsələdir. 5 dənə qamet daxil olub. 3'ü x-dir. Deməli, neçəsi y-dir? 2'si y-dir. Avtomatik 3'ü x, 6'sı y, 2'si y, 4'ü x. Saniyə çəkmirəm məsələni işləməyə. Məndən yönəlci cisimciklərdəki y xromosomu daşıyım. Vəsə da, neçədə oldu? 8 olmadı. Neçə saniyəm getdi bu məsələyə? Hamınıza əzbər öyrətmişəm bu yönəlci cisimcik məsələlərin necə işləyirlər. Keçən də öyrətmişəm, bu ildə. Sekunda, saniyəyi 8 dənəsi y. X-i soruşsaydı nə qədər götürəcəkdim? 7. Düzdürmü? Vəssalam. Keçirik 3-cü suala. Günəbaxanın səbət çiçək qrupunda cəmi 1000 çiçək vardır. Bunların 100'ü dilciz şəkillidirsə, Günəbaxanda vəziyyət nətər idi, müəllimlər? Günəbaxanda. Bilirsiniz ki, Günəbaxanda mərkəzdə boru şəkilli çiçəklər idi. Düzdürmü? Belə qoyum. Mərkəzdə boru şəkilli çiçəklər idi. Kənarda nə idi? Yalancı dilci şəkilli idi. Düzdür? Bunların hansında biz demişdik? Meyvə əmələ gələ bilər, mayalanma gedə bilər. Boru şəkilli. Ay, sağ ol. İndi burada deyir ki, bunlardan 100'ü, balam, dilci şəkil. Götürürüm bura, yazıram 100 dənəsi. Cəmi də verib mənə 1000 dənə çiçək. 1000'in 100'ü dilci şəkildəsə. Nə qədəri boru şəkilli çiçəyin payına qalacaq? 900. 900. 1000'dən 100'ü çıxacaq 900. İndi dalına baxırıq. Deyir, maksimum neçə çiçəkdən mayalanma gedər? Neçə çiçəkdən maksimal mayalanma gedər? 900'ündə də axı boru şəkildə erkəkcik və dişicik olur. Düzdür? Yalancı dilci şəkilli, elə ona görə yalancıdır ki, burada erkəkcik və dişicik yoxdur. Deməli, maksimum mayalanma gedərsə 900'ündə gedə bilər.
və mayalamada neçə hüceyrə iştirak edər? Mən 2 qat mayalama dərsim keçəndə nə dedim sizə? Dedim 2 qat mayalama prosesində neçə hüceyrə iştirak edir, neçə qamet iştirak edir? 4 hüceyrə 5 dedim, hüceyrə 3 qamet. 4 hüceyrə, Hə. 3 qamet. 3 qamet. Qamet. Şurada 900'ü vur da bacı 400'ə, 4'ə. 36 0 0. Şu cavab 900 çəkdə maksimal mayalanma gedər. Mayalamada da nə qədər hüceyrə iştirak edər? 3600 hüceyrə iştirak edər. Bu qədər bəsit. Sonra keçək şifahi suallar gəlir. Saniyəlik suallardır da bax bu. Deyir ki, hansı canlının ürəyindən vena damarı gəlmir? Kimin? May böcəkdə açıq qan dövranında bacı. Heç açıq qan dövranından oyanayı, göl ilbizində də açıq qan dövranıdır. Göl ilbizində açıq qan dövranı olsa da onun arteriya və vena damarı da var. Balıq heç, anadonda da eyni qayda ilə, heç tutaq ki bilmirdin. Heç tutaq ki çaşbaş qalmısan. İlbiz varsa anadonda da çıxdaş olmalıydı orada. Görürsünüz necə rahat cavablar qoyublar ki, müəllim onu çıxdaş eləyə bilsin oradan. İlbiz varsa anadondan da çıxmalıydın. Balıqla qurbağa zaten vena sinusu damarı ilə balıqda gəlirdi. Qurbağada da böyle bizdəki kimi də demək olar ki. Yerdə qalır may böcəyi. May böcəyinin ümumiyyətlə arterial, venoz qan anlayışı yoxdur həşəratlarda. Arterial, venoz anlayışı yoxdur həşəratlarda. Nəinki onun vena damarı ola. Aydındır? Ona görə cavab nə olacaqdı? May böcəyi olacaqdı. 5-ci sual. Burunla qırtlaq arasındakı qalan sahənin iltihaplaşmasıdır. Bunu təbii ki, çox müəllim qarışdırmışdı bunu. Amma mən ən rahat yolunu öyrətmişəm də sizə. Nə demişdim? Bizdə müəllimlərdə nədir? Qəşəng səslənən laringitdir. Laringit, yəni təkcə qırtlağımızın iltihabıdır. Amma burunla qırtlaq nəyin payına düşəcək? Faringitin payına düşəcək. Düzdür? Laringit təkcə qırtlağın iltihabıydısa, faringit burunla qırtlağın iltihabıydı. Aydındır? Keçirəm 6-cı suala. Verilən fikirlərdən hansı quşlara aiddir? Bundan yazıq hökumət nəsə asan sual salsın. İstiqanlıdır? Hə. Sağ aorta gövsü var? Hə. Diri bala doğur. Bəyəm quşdan diri bala doğan nümayəndəsi var. 3 dərə çıxdaş elə. Sonra ürəyində qarışıq qan olur. Ay hay. Qarışıq qan necəsə? Arterial venoz. 4 kameralı ürəkdir. 4 də getdi. İnkişafın düzü nədir? Bəli. Düzünə inkişaf kimləri demişdik? Sürünən quş məməli, hörümçək zəli. Sürünən quş məməli, hörümçək zəli. Şurada istiqanlıdır. Sağ aorta gövsü var. İnkişafı düzü nədir? 1, 2, 5 olacaq cavab. Aydındır? Bu da 6-cı sualın izahı. Keçirəm 7-ci sualın izahına. Bax, bunu deyirdim. Verilənlərdən hansı glukozanın parçalanmasının ikinci mərhələsinə aiddir? Aha, burada müəllimlərin çoxu çaşmışdılar. İkinci mərhələ deyəndə prəmoy gedib oksigenli mərhələni götürmüşdülər. Amma mən energetik mübadiləni, yadınızdadır, energetik mübadiləni neçə yerə bölmüşdük? 3 yerə. Ay sağ ol. Hazırlıq mərhələsi, oksigensiz mərhələ və oksigenli mərhələ. Düzdürmü? Oksigenli mərhələ. İndi baxın, ikinci mərhələ getdi hansı mərhələyə düşdü? Oksigensiz mərhələ. Çox vaxt yenə deyirəm, bu hazırlıq mərhələsini müəllimlər unudur. Bu hazırlıq olmazsa, monomerlər olmazsa, oksigensiz mərhələ baş. Onda biz nəyi seçəcəyik? Oksigensiz mərhələyə aid olanları seçəcəyik. Gəlin seçək. Oksigen iştirak etmir. Hə, yoxsa yox? Bəli. Oksigensiz mərhələdir. 36 mol bir dəqiqə zəng gəlir. Aha. Deməli, ikinci 36 mol ATF alınır. 36 mol ATF O üçüncü mərhələdədir. Oksigenli 36 mol mərhələdə. ATF burada əmələ gəldi. Burada 2 mol ATF əmələ gəldi. Bəli, 2 Aha, mol. onda qayıdırıq. Düzü soruşur da bizdən. Oksigen iştirak etmir. Bəli. Xeyr.
iştirak etmir də, doğru fikirlər istəyir bizdən. Sonra 36 mol ATF alınır? Yox. Sitoplazmada baş verir? Bəli. Oksigensiz mərhələ sitoplazmada baş verir də. Sonra karbon qazı əmələ gəlir? Yox. Bu oksigenli mərhələdə əmələ gəldi. Mitoxondriyada baş verir? Yox. Bu oksigenli mərhələ idi mitoxondriya. Qlikoliz adlanır? Hə, oksigensiz parçalanma ikinci adı. Natrium parçalanma və ya da oksigensiz parçalanma idi, mərhələ idi. Düzdürmü? Bəli, müəllimə. Aha, cavab onda 1, 3, 6 A variantı deyəsiniz. 8, 50 dəfə, indi gələcəm bu sualı, indi epidemiologiyada keçəcəyik. Hətta şeydə də keçmişəm. 50 dəfə sual cavab verir. Həm bakteriya, həm virus, həm bir hüceyrəli tərəfindən meningit. Üçü də iştirak edirdi burada, yadınızdadırsa. Faringitdə amma ikisi də iştirak edir. Bakteriyanın virusu iştirak edir. Bir daha ora qayıdacağıq. İndi bilmirəm, bunlar deyim, deməyim, mutasiyaları keçməmişəm. Amma deyim, deməyim müəllimlər. Deyin, mənə deyin. Deyim, hə, yaxşı. Onda çünki keçməmişəm deyə ona görə necə izah verim ki bunu sizə? Keçməmişəm bunu sizə. Gen mutasiyası, genom necə? Biz də keçməmişik. Çoxsu keçməyib deyəsən, biz də keçməmişik mutasiyanı. Mutasiya ilə gəlib çatmamışıq, ona görə genetikanı keçək, ona görə. Ona görə. Keçəsiz inşallah. Mənə əlinizi bulamısınız deyin. Hədə yaxşı. Kimdir mənlə danışır? Səadət müəllimədir. Hə. Səadət müəllimə həmişə. Hə. İndi baxırıq. Baxaq onda. Necə deyim ki, xromosom mutasiya. Gəlin mən onda mutasiya burada dərsi keçəm. Burada sizə poliploidiya aid idi nəyə? Bax, poliploidiya genom mutasiyasına aid idi. Genom. A gedəcək 2-yə. Bunu yenə deyirəm, nə olsun ki. Sonra xromosom sahəsinin itməsi, ikiləşməsi, yadınızda 180 dərəcə çevrilməsi bu hara aiddir? Zaten xromosom mutasiyasına aiddir. Düzdür? Down sindromu hara aid olacaq Down sindromu? Genom mutasiyalarına. Genom mutasiyaları hansıları idi? Bax, genom mutasiyalarına. Genom mutasiyaları. Nəyə dedim mən? Down sindromu. Burada Xromosomun bircə dəqiqə. Poliploidiya. Xromosom sahəsinin, xromosomların sayının dəfələrlə artması aid olacaq genom mutasiyasına. Poliploidiyanı daxil edəcək bura. Sonra Down sindromu da bilirsiniz də. Nə idi Down sindromu? 2-yə bərabərdir 47. 2-yə bərabərdir 47. Genom mutasiyasında xromosom sayının bir vahid, bir neçə vahid artması və ya azalması aneuploidiya və yaxud da poliploidiyası ilə müşahidə, dəfələrlə artması. Düzdürmü? Bu aid idi genom mutasiyasına. Ona görə biz poliploidiya ilə Down sindromunu aid eləyəcəyik genom mutasiyasına. Yerdə qaldı hemofiliya ilə də talasemiyanı aid eləyəsiniz gen mutasiyasına. Vəssalam. Aydındır? Çıxda şeylərəkdən də işləmək mümkün idi. Sonra 10-cu sual, yəni cavab A variantı olacaq. 10-cu sual, anadontada olub soxulcanda olmur. Bundan sadə sual, qaraciyər olar da. Mollyuskalarda ilk dəfə nə yaranmışdı? Yazmasa da qaraciyər ilk dəfə mollyuskalarda yaranmışdı. Soxulcan qaraciyər var idi? Yox idi ki. Yox idi. Ona görə biz qaraciyəri götürəcəyik. Anadontada var, amma soxulcanda yoxdur. Sonra şəkər xəstəliyinə aid olanları gəlin seçək. Bunu yəqin ki bilirik də, şeydə də keçmişik. İnsan anatomiyasında keçmişik. Birinci, şəkər irsən nəslə ötürülür. Hə, yox da yox. Ötürülə bilər yazılsaydı sualı daha yaxşı olardı. Bəli, ötürülə bilər. İrsi xəstəlik ola bilər. Səsi bağlayayım müəllimə oradan. 2. Mədə-altı vəzinin daxili sekresiya hissəsinin funksiyasının pozulması zamanı yaranır. Bəli, bilirsiniz ki, mədə-altı vəzi qarışıq sekresiya vəzidir. Onun daxili sekretor hissəsi insulin və qlikoqon hormonu idi. Xarici sekretor hissəsi də bilirsiniz ki, orqan boşluğu olan 12 barmaq bağırsağa axıdılır. Tripsindir, amilazadır, lipazadır, nukleazadır və s. Düzdürmü?
Deməli, onun hansı hissəsinin insulinin və qlükagonun funksional hissəsi pozulanda nə yaranır? Şəkər xəstəliyi yaranır. Deməli, 2 də bizdə doğrudur. Mədə-altı vəznin xarici sekresiya hissəsi pozulur. Yox, incə dedik ki, daxili sekresiya hissəsinin pozğunluğudur. 4. Şəkərin qanda olan miqdarının dəyişməsidir. Bəli, zaten qanda şəkərin artıb azalmasından söhbət gedir şəkərli diabetdə. İnsulin hormonunun az ifraz olunması zamanı yaranır. Təbii ki, insulin az ifraz olunduğu üçün qanda şəkərin miqdarı artır və nə yaranır? Şəkərli diabet xəstəliyi yaranır deyəcəksiniz. Cavab hansı variant olacaq? A variantı olacaq. Keçirik növbəti sualla, əksəriyyətimizin səhv elədiyi suala. Əzbərə dayanan sualdır. Niyə müəllim bunu əzbərləməyib getsin ki? Hansı ikiləpəli bitkidir ki, ehtiyat qida maddəsi endospermdə toplanır? Siz bilirsiniz ki, ikiləpəli bitkilərdə ehtiyat qida maddəsi birmənalı şəkildə rüşeymdə toplanır. 2 istisnamız vardı, ay müəllimlər. Bunu niyə əzbərləyim? İçirəş bənövşən amma. Bənövşə, içirəş bənövşə. Belə demişdik də, ağ turp və quşəbbəyindən rüşeymin tumurcuqdan başqa rüşeymin hər yerində, yəni rüşeym kökü, rüşeym gövdəciyi, rüşeym ləpə yarpaqları, yəni rüşeym tumurcuğunda toplanmır. Ağ turp və quşəbbəyində. Bu getdi, üçrəng bənövşəyindən qaymaq çiçəyi də 2 ləpəli bitki olsa da, ehtiyat qida maddəsi harada toplanırdı? Endospermdə toplanırdı. Həm rüşeymdə, həm endospermdə təbii ki. Rüşeymsiz günü yoxdur 2 ləpəli bitkilərin. Amma bu 2 bitkimiz istisnadır müəllimlər. Bax, bunu niyə bilməyək ki? Bunu niyə? Özə deyəsən, Sveta müəllimə bunu səhv eləmişdi. Düzdür? Xeyr, müəllimə, nabarot bunu düz eləmişdim. Elə şeyləri səhv eləmişəm. İnanın ki, özüm də gülməyim tutur. Yaxşı, indi görürsünüz də izah verirəm, baxın. Gəldik bu başı bəlalı parabizən. Baxın, indi müəllimlər, qeydiyyat baxın, görək nə qədər ekologiyadan sual salır. Bu birinci ekologiya sualıdır, düzdür, bu gəldi. Deyir ki, parabizənlər ekoloji piramidanın neçənci halqasında yerləşirlər? Bunu keçən dəfə mən izahını verdim dərsdə. Parabizənlər mənənələrlə qidalandığı üçün gəlib düşəcək ekoloji piramidanın 3-cü halqasına. 99,9% müəllim götürmüşdü. İkinci olmaq üçün o gəlib produsentlə qidalana. Birinci dərəcəli konsument ola. Axı bu mənənə ilə qidalanır, bu ikinci dərəcəli konsumentdir. Ona görə bu produsent idi, keçən izah eləmişəm. Bura birinci dərəcəli konsumentdir, bura isə nədir? İkinci dərəcəli konsumentdir. Hara gəlib düşdü? 1, 2, 3-cü pilləyə getdi, düşdü. Düzdürmü? Gülnur müəllimə. Keçirəm 14-cü suala. Deyir, qabarıq linza hansı xəstəliyin müalicəsində istifadə olunur? Mən nə vaxt qabarıq linzalı eynək taxaram? Uzaqdan görmədə. Aysa, uzaqdan görmədə. Yaxından görmədə billur qabarıq idi. Uzaqdan görmədə nətər idi? Keçmişik də. Uzaqdan görmədə billurumuz belə idi. Mən də bu uzaqdan görmənin qarşısını almaq üçün ona hansı eynəklər təyin edirdim? Qabarıq linzalı eynəklər təyin edirdim da. Düzdür? Mənim öz billurum çökəkdir. Ona qabarıq linzalı eynəklər təyin edirəm ki, bu qayıtsın belə. Belə qabarsın. Hansı qüsurda? Uzaqdan görmə qüsurunda. Əşyanın xəyalı harda alınırdı? Yaxındakı əşyanın xəyalı torlu qışanın arxasında alınırdı. Düzdür, indi bunu keçmişəm, bir daha qayıtmıram. Nə qədər deyəcəm da keçmişik. Sonra 8 bağırsaq hüceyrəsində neçə cinsi xromosom var? Bundan asan nə sualsın, nə ay müəllimlər? Bağırsaq somatik hüceyrədir. Bağırsaq somatik hüceyrə. 2 enimiz nə idi? 46 idi, düzdür. Bunu şeydə də keçmişəm, çoxalma ontogenezdə. 44 plus XX, 44-ü atosun ikisi cinsi. İstənilən somatik hüceyrədə nə qədər cinsi xromosomumuz var? 2. İndi 8-ində də nə qədər olacaq? Ay başıma dönüm, 16 dənə olacaq da. Elə deyil. Elədir ki, var. 16-cı sual nə deyir? Sinir toxumasının müəyyən sahəsində
sahəsində hüceyrələrdə cəmi 19360 altasom xromosom var. Yenə elə bu məsələ. Bax, 44 plus XX deyil. Düzdürmü? Sinir hüceyrəsi bizdə nədir? Somatik hüceyrədir da. Somatik hüceyrəni bu formada yazmağı öyrətmişəm sizə. İndi mənə altasom hissəsini veribdir. Gəlin onda 19360-ı bölək 44-ə. Gəlin bölək görə neçə eləyir ay müəllimlər? 3, 4 dəfə olar. 4 dəfədən 16 bir yadda, 16, 17, 7, 1, 170 oldu. Bax görürsünüz? 440. Düzdür? Deməli, burada nə var? 440 hüceyrə var deyə tapdım mən burada. 440 hüceyrə. Mən də nə öyrətmişəm sizə? Sinir hüceyrəsi bərabərdir. Neyron olsa gərək nə? Peyk hüceyrəsi. Mən tapdım ki, burada 440 dənə sinir hüceyrəsi var. Deməli, bunun 40-ı neyrondur, 400-ü nədir? Peyk hüceyrəsi. Deməmişdim, neyronlar peyk hüceyrəsindən 10 dəfə çoxdur. Düzdürmü? Deməli, toplam sənə 440 verməlidir. İndi qayıdıram məsələyə. Deyir ki, bu sahədə olan neyronların, nə qədər neyron tapmışam? 40 dənə. Neyronların cəmi neçə xromosomu olar? Bacı, neyron somatik hüceyrə deyilmi? Somatik hüceyrədir. Somatik hüceyrədə diploid xromosom dəstimiz neçə bərabərdir? 46-ya. Şurada 46-ı vurasınız nəyə? 40-a vurasınız. 4 dəfə 6, 24. 2 yadda 16, 17, 18. Böyle hələ cavab varmı? Bəli, 1840-a bərabər idi. Aydındır? Növbəti sual. Həşaratlarla çarpaz tozlanma bu kadar basit yani sual. Yəni bundan sadə sual ola bilməz. Həşaratlarla çarpaz tozlanma bilirsiniz ki, örtülü toxumlar üçün xarakterikdir. Örtülü toxumlar da mezozoin təbaşiridir. Mezozoy heç təbaşirə də girməyib. Elə eranı soruşub sizdən, mezozoy. Aydındır? Sonra hansında növ sayı daha çoxdur? Təbii ki, növ cins fəslə dəstə sinif tipi yuxarı istiqamətə yadınızda keçin ekologiyada keçən də demişdim. Yuxarı doğru getdikcə say nə olur? Ümumiyyətlə artır deyəcəksiniz. Bu hansı müəllimdir? Qəbul eləmirəm. Öncə dərs bitir. Ondan sonra qəbul eləmirəm. Aha. Baxaq, 19-cu suala baxaq. Bugünkü dərsimiz. Yox, keçən dəfə də dedim, dediniz izah eləmişik. Birincili məhsul və ikincili məhsuldarlıq. Nə idi müəllimlər birincili məhsuldarlıq? Davay, deyin görək. Prosedürlər birinci dərəcə. Prosedürlər ikinci konsumet redusin. Deməli, mən yazacaqdım test işləyəndə. Bura o dəqiqə yazacaqdım produsen, bura yazacaqdım konsumentum redusenim. Şudur. Bundan aid eləyə bilmirik. Xlorella haradır? Produsent. İnfizor haradır? Konsument. Siyanobakteriya produsent. Milçək tutan bu. Maya göbələyi bu. Aydındır? A, C, B, D, Y. Cavab Y variantıdır deyəcəksiniz. Aydındır? Keçək 20-ci sualla müəllimlər. Burada yekunlaşdıracağım. Ardını gələn dəfə izah eləyəcəm. Mamırın cinsi nəslinə aid deyil. Mamırın cinsi nəsli hansıydı? Belə deyək də, yetkin erkək və dişi mamırın özü. Qeyri cinsi nəsli haraydı? Yadınızdadır, qutucuq və qutucuq ayaqcıq. Yəni keçəcəm bunları. Qutucuq və qutucuq ayaqcıq onun qeyri cinsi nəsli idi. Da düzdür? Onun içərisində sporlar əmələ gəlirdi. Şudur, qutucuq onun cinsi nəsli, yoxsa qeyri cinsi nəsli? Təbii ki, qeyri cinsi nəsli. Deməli, qutucuq, bəli, aid idi qeyri cinsi nəslə.